Ya Allah. Selamun aleyküm, hər vaxtınız xeyir olsun. Deməli, Saray qəsəbəsində, Oba üzümlükdə zeytunluq deyilən ərazi. Bunu Saray qəsəbəsində qalanlar hamı bilir. 7 sot yarımda 280 kvadrat. Bir dənə ev çıxartmışam sizə. Yəni, sarayın içində saray deyə bilərəm də, yəni. Sarayın içində saray. Videoya sona kimi baxın, inşallah. Bir də bax, ətraflarına həyəti götür, qardaşım. Bax, evin həyətində olan ağacılan hissələrdir. Evin arxasında da yeri var, bax, yan hissəsində də yeri var. Gəl, bura bir dəl, qardaşım. Bax, dəyərli izləyicilər. Bax kimi, yəni bağ evi istəyənlər. Gördüyünüz kimi. Gəl bura, qardaş, gəl bura. Dəyərli izləyicilər, evin 4 bir yanında fırlanma olur. Belə deyək də, arxasından bura bura keçir. Gəl bura, qardaş. Ha, evin arxasında da var, belə bir dənə məkan yer var, evin arxasında çəkək. Yəni, videoya sona kimi baxın, inşallah final qabaqdadır. Gəl bura. Bax, bu evin arxasında qalan hissəsidir, dəyərli izləyicilər. Bax, burada evin çəlidir, su motorudur, hər bir şey burada yerləşir, nə varsa. Yenə də deyirəm, bugünkü nə var, kombi sisteminə kimi, bir dənə kombisini çək, zəhmət olmasa. Yəni, qardaş elə bir yer hazırlayıb ki, buna çoxlarında kombi çöldə, şaxtada qalıb, patlayır. Mərkəzi kanalizasiya sisteminə kimi. Hər bir şey öz qaydasındadır. İndi keçək bir dənə evə baxın, Allahın izni ilə. Çəkdim. Dəyərli izləyicilər, qal orada qardaş. Dəyərli izləyicilər, bax, evimizin koridor sistemindən bir şey verirsinə yəqin ki. Evin koridorunun 3 metrdən 3 metr, koridorunun eni 2 metrdir. 3.20. 3.20. Təmiz 3.20-dir. Mən 3 dedim, sən 2-dən çaşdın. 3.20 koridorunun enidir, gördüyünüz kimi. Və başda göstərəcəm sonda sanitar qovşaqları ayrı-ayrıdır, gördüyünüz kimi. Özü üçün tikilmə evdir. Yəni, yüksək keyfiyyət və yüksək hər bir şey. Bax, buradan daxil olduğumuz evimizin qonaq otağına. Gəlkəs o başdan ümumi ətraflı çək. Deməli, dəyərli izləyicilər, bu evdə yox söhbəti yoxdur. Bax, mərkəzi kanalizasiya sistemi, bütün kommunalları, kombi, bax, kombisi də var burada sərgəli şəkildə. Bax, pəncərələri şəbəkə öz həyətinə baxır. Yəni, günüz vaxtı biz indi işıqları yandırmışıq. Burada yəni ehtiyac yoxdur da işıqları yandırmağa. Bax, yuxarıda qardaş bildirir ki, kim istəsə buradan spot işıqlar qoymaq, kabellər hazır vəziyyətdə çəkilib. Özü açdırıb qoydura bilər. Yəni, bu ev, həqiqətən kim bu evi alsa bu yol gücündə uduzmaz. Gəl buraya qardaş. Bax, evimizin növbəti bir dənə otağı. 4 otaqdan ibarətdir evimiz. Gəl buraya qardaş. Evimizin növbəti bir dənə spal yataq otağı, zəhmət olmasa tam ətrafını götürür. Dəyərli izləyicilər, hər bir müştərinin zövqünə uyğun evdə, yəni hər bir müştərinin, elə bir müştəri tanımıram ki, gələ buna bu evi atqaz edəyəm, qeyri-mümkün də yəni. Yəni, Sumqayıta buradan 5 dəqiqəlik məsafədir, 5 dəqiqəlik, yeri hündür. Asfaltdan ancaq gəlirsən asfalta da burada quruntavoy yoxdur. Hardan gəlsin, istəyirsən Sumqayıtdan gəl, hardan gəlirsən gəl, ancaq asfaltdan asfalta düşürsən. Gəl bura qardaşım. Bax, maşallah, xanımların tam belə deyim də mərkəzi. Yəni, bax, mətbəx mebelidir, mətbəxidir, hər bir şey. Bax, buradan dəyərli izləyicilər, birbaşa terasa çıxış var, görürsünüz, bax, birbaşa. İstəyən adam gələcəyinə, bax, buna bir daha plastik pəncərə ilə bağlaya bilər, super, ledli mətbəx. Dəyərli izləyicilər, hər şey dedik və sonda keçək evimizin qiymətinə. Ev sahibi bildirir ki, 160.000 manat mən deyirəm. Real alıcı gəlsə, bəyənsə, istəsə, tam ciddiliyinə. Sənətdəki çıxarış, texnik pasport, kənd təsərrüfatı təyinatlıdır. Dəyərli izləyicilər, çıxarış fərdi yaşayışdır, üzrlü sayın, mən səhv edim. Fərdi yaşayışdır, al, düş qeydiyyata.
Burada da indi sonda basanta qovşağımı bir dənə göstərib sizə. Baxın. Bax, ikisi də tam təmirli. Burada 1 manat da olsun, xərc tələb olunmur. Yəni, bu evi alan adam 1 manat da olsun xərc tələb eləmir. Qiymətimiz 160.000 manat. Real alıcı ilə ev sahibi özü qiymətdə deyil, mən özüm razılaşacağım. 4 otaqdan ibarətdir, böyük bir evdir. Yəni, gördüyünüz kimi 280 kvadrat az bir kvadrat deyil. İnşallah fikri ciddi olanlar səhifədə hər iki nömrəmiz var, əlaqə saxlaya bilərsiniz. Salam aleykum.